Axşamınız xeyir xanımlar və bəylər, günün sonundayıq. Süjetlərimizin anonslarını izləyək. mərtəbəli binanın 19-cu mərtəbəsi satışa çıxarıldı. Get gələn ay gəl, get gələn ay gəl. Neçə illərdir bina yarımsız qalır. Mənzillər niyə 4 ildir təhvil verilmir? Ərazisindən qaz xətti keçən kəndin sakinləri niyə qazsız qalıb? Fındıq qırıq, nə bilim, ağac meyvələri qırıq. Elə yerlər var, dağın təpəsində otururlar, qaz var. Bizim böyrümüzdən durba gedir, qaz yoxdur. Mavi yanacağın verilməsi nə vaxt təmin ediləcək? İndi isə daha ətraflı. Bugün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində törədilmiş qətliam faktı ilə bağlı protokollar elan və tədqiq edilib. Sənədlərə əsasən Laçın rayonu işğal edildikdən sonra müvəqqəti olaraq Goranboy rayonunun Ballıqaya kəndində yerləşən Gülüstan meşəliyinin kənarında alaçıqlarda məskunlaşmış Laçın rayonunun Nağdalı kənd sakinləri 1992-ci il avqustun 28-də gecə saat təxminən 05 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən odlu silahlardan ümumi təhlükəli üsulla atəşə tutulub. Nəticədə 24 nəfər qətlə yetirilib, 9 nəfər yaralanıb. Qətliam zamanı həlak olmuş şəxslərdən 7-si 18 yaşına dək, 4-ü 60 yaşdan yuxarı şəxslər, ümumilikdə 13-ü qadın cinsinə, 11-i isə kişi cinsinə aiddir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən müəyyən edilib ki, Laçın rayonuna məcburi köçkün düşmüş şəxslər Ballıqaya kəndinin dağlıq hissəsində Fin evi adlanan tikilidə və 4 alaçıqda məskunlaşıblar. Onlar həmin gecə təxminən 9 nəfər erməni hərbiçisi tərəfindən ümumi təhlükəli üsulla odlu silahlardan atılmış atəşlər nəticəsində öldürülüb. Daha sonra yaşadıkları alaçıqlar od vurulmaqla yandırılıb. Fin evi adlanan tikili tamamilə yanıb. İçərisində bir qadın və 6 uşaq meyidi, birinci alaçıqdan 6 meyit, ikinci alaçıqdan 4 meyit, üçüncü alaçıqdan 1 yaralı uşaq, 2 meyit, dördüncü alaçıqdan 2 meyit və 2 yaralı uşaq, Belarus markalı traktorun yaxınlığında 3 meyit aşkarlanıb. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 8-də davam etdiriləcək. (050 229 1949) qaynar xəttimizdir. Zəngurun probleminizi səsləndirin və yaxud da ki, yazın. Gedirik Sumqayıta, Fərid Yusifov bizi aparır ora. Orada demək 8-ci mikrorayon ərazisində 7 il əvvəl 18-ci ildə bir MTK, həmin MTK-nın adı Mirxəlil F başlayıb bir bina tikməyə, deyib ki, 21-ci ildə sizə təhvil verəcəyik. 21-ci il olub 22, 23, 24, 25 bugün sabah bitir. Artıq nə qalıb buradan oraya, yəni neçə ay qalıb bitirəcəklərimi, bitirməyəcəklərimi sənədlərdə. Bina 16 mərtəbəlidir, amma demək üstündə də hələ sən demə 17, 18 və 19-cu mərtəbələri də tikirlər. Bu proses ərzində vətəndaş qalıb kirayədə və demək olar ki, evindən eşiyindən didərgin, bütün planları yarım yamalaq. MTK isə hələ də belə özü üçün vaxtı uzada gedir. Fərid Yusifov danışsın. Bura Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisi çox mərtəbəli yaşayış binalarının birindəyik. Qeyd edək ki, sakinlərin əsas problemlərindən biri binanın tam təhvil verilməməsidir. Binanın tikintisinə 2018-ci ildə başlanılıb və bina 2021-ci ildə təhvil verilməli idi. Bir nüansı da qeyd etmək lazımdır ki, bina 16 mərtəbə nəzərdə tutulsa da 18-19-cu mərtəbələrdən də evlər satılıb. Yəni ki, olmayan evlərin satışı olubdur. Hazırda elə əlimdə gördüyünüz sənəddə də bu sakinin birinin sənədidir. Tam olaraq ödənişini edib, lakin evinə köçə bilmir. Qardaş, 6 ildir, 5 il 6 ildir. Yəni bu
burada hamısı çox adam kirayədə qalır. Heç bircə onu demir ki, mən kirayədə qalıram, bunu niyə ödəmirsən? Heç birimiz də demirik. Mən 3 ildə almışam qardaş. Nağdı pulumu vermişəm. Maliyyə arayışım əlimdə. Bütün sənədlərim əlimdə. Hər ay mənə bir dənə mahnı oxuyur, göndərir dala. Valla utanıram. Başıva dönüm, qurban olum. Nə vaxt gələk? Yox. Heç nə. Deyir, get gələn ay gəl. Get gələn ay gəl. 3 ildir 50 min evini satdı, gəldi buradan aldı. 3 ildir də kvartalent hər ay 300 manat pul verir. Hər ay. İnansan ev yasdı baxırıncı ay məndən alıb belə ki, bir 100 manat mənə ver, kvartalentdə pulum satmır. Bax nəyə görə? Bu binanı mən elə neçə illərdir bina yarımçı qalır da. Belə alınmır axı. Cəmaət də uşaq qalıb oradan ora 5 daşıyır o kvartalentdən, oradan ora daşıyır. Belə alınmır axı. Yəni gördüyünüz kimi sən əlinizdə sənəd var. Orada 16 mərtəbə yazılıb, fakt ki biz 19-cu mərtəbəni satıblar. Bəli, olmayan mərtəbəni satıblar. Yəni 18-də satan var, 17-ni satan var. Bizə qahd dedi ki 17-dən satacağıq sizə, 17-ni verəcəyik. İndi bildim ki sən demə qardaş, bir arxamızdakı qardaş 17-ci mərtəbəni alıb. O necə olacaq? Yəni həm mən satacaq, həm qardaş satacaq o 17-ni. Bəli, demək insanlar öz evlərini alıblar, pullarını ödəyiblər, amma köçə bilmirlər. Nə də ki, pullarını geri ala bilirlər. Təsəvvür edirsiniz, deyilib ki, 3 ilə tikiləcək, 3 ilə təhvil veriləcək, 7 ildir. Və bu yeganə nümunə deyil, bax, Abşeronda da, Sumqayıtda da, başqa şəhərləri bilmirəm. Abşeronla Sumqayıtda belə nümunələr ən qədər, boldur. MTK-lar pulu alırlar, yaxud da cəmaatın evini alırlar, sonra bu tikinti uzana gedir. Çünki onlar qeydiyyatdan MTK kimi, tikinti şirkəti kimi keçmək üçün mən bilən bu yaxınlara qədər, yəni buydu, qanun dəyişməyibsə, 20 manat kapital göstərirlər, qeydiyyatdan keçirlər və sabahlarda deyirlər ki, bir siz hələ burada çatdırmadım, orada çatdırmadım. Heç kimin dərdi deyil bu. İndi bu MTK əslində bəlkə də bu 7 ilin kira pulunu ödəməlidir ya bu sakinlərə. İndi MTK-nın açıqlaması var, MTK nümayəndəsinin açıqlaması. Diqqət yetirin, baxın, tarixə diqqət yetirin. 2018-ci ildə təməli qoyulub, 21-ci ildə təhvil verilməlidir. 21-ci ildə. Türkiyədə zəlzələ olub 6 fevral 23-cü il, yəni 2 il sonra. 21-də bina təhvil verilməlidir, 23-də zəlzələ olub Türkiyədə. Və indi Mirxəlil FMTK-nın nümayəndəsi Aydın İbrahimov görün açıqlamada həmin o zəlzələni bəhanə gətirir. Əsas səbəbimiz Türkiyədə olan zəlzələdən sonra icazə vermədi şəhər salmaq ki, biz hündür mərtəbə tikək. 16-cı mərtəbədə bizi dayandırdılar. Amma binamız olmadı, layihə ilə əsasən 19 mərtəbə olmalıdır. Hal-hazırda 3 dənə mərtəbəmizin tikintisi gedəcək. Onu da sentyabr ayına, uzağı sentyabr ayına təhvil veriləcək, bu ilin sentyabrına. Mənim burada bəzi vətəndaşların sənədlərindən 16 mərtəbə yazılıb. Bina 16 mərtəbə olaraq göstərilir. Bizim qazıntı zamanı müqaviləmiz 16 mərtəbəyə idi. Ümumi, belə deyək də, alqı-satqı müqaviləsidir. O birisi binalarımızın müqaviləsindəndir. Yəni, o ola bilər. O təbii bir şeydir. Çünki bundan əvvəlki binalarımız 16 mərtəbə olduğuna görə orada qeyd olunur. Evlərin tam təhvil verilməyi bu ilin sentyabr ayına. Bu bizim axırıncı srokumuzdur. Artıq hər yerdən icazələr alınıb. Bəli, hər yerdən icazəmiz alınıb, inşallah təhvil veriləcək. Aydın müəllimin açıqlamasından heç nə aydın olmadı da. Həqiqət ortaya çıxır ki, bu məsələ hələ uzanacaq. Baxın, 21-ci ildə artıq təhvil verilməli idi bu bina. 23-ün Türkiyədə baş verən zəlzələsinin bu binaya 21-də təhvil verilməli olan binaya aidiyyatı nədir? Hörmətli Aydın müəllim və Mirxəlil FMTK. Nə əlaqəsi var bu iki hadisənin? 16 mərtəbəli binanın icazəsini almışsınız tikməyə, düzdürmü? Elə ola bilərmi ki, başqa binaların siz sənədlərini göstərirsiniz ki, burada başqa binanın sənədini göstərmişik 16, amma əslində burada 19 olmalıdır. Elə şey olur, hər binanın öz sənədi var, öz sübutu var, öz tikindi qaydaları var, hərəsinin öz icazəsi var. Necə ola bilir belə? Necə bu qədər 7 ildir insanları bu qədər əziyyət verərək, işgəncə verərək yaşadırsınız siz? Necə ola bilər bu? Sentyabrda deyil bitəcək. Nə qalıb burada? 5-ci ay, o da 9. 4 ay.
4 aydan sonra o bina bitəndir. 16 mərtəbə demişsinizsə, onun üstündə hələ bir əlavə də 3 mərtəbə necə qaldıra biləcəksiniz siz? O özül dözəcəkmi? İnsanlar gedir, burada vətəndaş deyir ki, mən deyir 18, 19-cu mərtəbədə almışam, 17-də də alanlar var. Təbii ki, özüldən də binaya pul ödəyib, şirkətə pul ödəyib, evini tikdirən vətəndaşlar var, amma vaxtında bitsin də. Necə belə ola bilər? Bu məsələ ilə bağlı bizim hüquqşünasımız, demək, vəkil Esmira Rzayeva xəttədir. Esmira xanım, axşamınız xeyir. Axşamınız xeyir. Esmira xanım, demək məsələ bundan ibarətdir ki, 16 mərtəbəli bina 7 ildir tikilib bitmir və üstündə də hələ 3 icazə 16 mərtəbəli binalıqdır. Deyir ki, bütün razılıqları almışıq əlavə 3 mərtəbəyə görə, o məchul məsələdir. Əlavə 3 mərtəbədə deyir sentyabrda bitəcək, bitməyəcək bilmirik. Vətəndaş neynəsin? Ümumiyyətlə, belə deyək də, artıq bina yarımçıqdırsa və yaxud sonradan binanın proyekti, planı dəyişirsə, 16 yox, 20 mərtəbə qaldırılırsa, bunun bizə aidiyyatı yoxdur. Biz vətəndaşla alıcı və satıcı müqaviləsi var və burada qeyd olunubsa ki, 2021-ci ildə mənzil təhvil verilməlidir və bu günə qədər verilməyibsə, burada cinayət tərkibi əmələ istinad etmək olar ki, Cinayət Məcəlləsinin 178-ci maddəsi dələduzluğu özündə şərh edir və 3 il deyil də artıq 7 il keçibdir üstündən işin və ev hələ də təhvil verilməyibdir. Bu halda vətəndaş cinayət məsuliyyəti üçün 178-ci maddəyə də istinad edə bilər. Mən birazdan maddəni sizə deyəcəm. Eyni zamanda əgər artıq dözə bilmirsə, müqaviləyə xitam verərək, məhkəmə qaydasında təbii ki, bir tərəfli qaydada müqavilənin xitam verilməsi nəzərdə tutulub və bugünkü bazar qiymətinə uyğunlaşdırılmış həmin verdiyi pulun indeksasiya olunmuş məbləğini, yəni bugünkü bazar qiymətinə uyğun olan məbləği həmin o satıcıdan tələb edə bilər. Yəni, məsəl üçün, Esmira xanım, burada bir haşiyə. Demək, əvvəl binanı, pulunu ödəyəndə 50 min ödəyib, o vaxt ödəniş 50 min idi, deyək ki, 2 otaqlı üçün. İndi artıq bu qiymət qalxıb 70 minə 80 minə, 70-80-ni alacaq. Düzdürmü vətəndaş? Təbii ki, bugünkü qiyməti, bazar qiyməti artıq müəyyən olunacaq. Ekspertiza müəyyən edir ki, bugünkü bazar qiyməti nədir məhkəmə qaydasında və yaxud müstəqil ekspertiza mərkəzləri də var ki, şəxs özü də müraciət edib bunu hesablatdıra bilər və artıq məbləği məhkəmədə həmin şəxslərdən, satıcı tərəfdən tələb edə bilər. Və yaxud mənzil artıq başa çatdırılıb, təmir, yəni ki, bina hazırdırsa, o zaman artıq binanın həmin mənzilinin ona təhvil verilməsini, açarlarının həmin alıcıya təhvil verilməsini də məhkəmə qaydasında, mülki qaydada tələb edə bilər. Bu məhkəmə işləri, bu cür məhkəmə işləri nə qədər çəkir təxminən? 1 ilə qədər də uzana bilər, çünki 3 mərhələli məhkəmə ola bilsin. Yəni ki, biz birinci instansiya məhkəməsində məhkəməni qalib gəlib qətnaməmizi ala bilərik, amma qarşı tərəfin apellyasiya və ali məhkəməyə müraciət etmək, şikayət etmə hüququ var. Elə o cürdə uzadarlar. Apellyasiya, ali məhkəmə, apellyasiya, ali məhkəmə. Bir 4-5 ildə belə uzadarlar bunlar. Yox, yəni ki, maksimum 1 il, il yarım uzana bilər bu 3 instansiyalı məhkəmə. Bundan sonra, yəni net olaraq bizim qayda necədir? Cinayətlə bərabər mülki qaydada da həmin şəxslər məsuliyyət daşıya bilərlər. Mülkini dedim, cinayəti də istəyirsinizsə. Yəni buyurun, belə. 178-ci maddədə dələduzluq nəyi şərh edir? İnsanın sui-istifadə edilərək etibarından aldatma yolu ilə onların əmlakını ələ keçirir və ya əmlak hüquqlarını əldə edirlər. Burada birinci olaraq 1000 manatdan 2000 manata qədər cərimə nəzərdə tutulur. 360 saatdan 480 saata qədər ictimai işlər, 2 ilə qədər islah işləri, 2 ilə qədər azadlığın məhdudlaşdırılması, 2 il azadlıqdan məhrum etməyə qədər cəzalandırıla bilir həmin şəxslər. Amma təbii ki, məbləğin artması ilə bağlı, misal üçün xeyli miqdardadırsa, yəni 50 mindən 200 minə qədər şəxsi zərər dəyibsə, bu zaman artıq 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmədir. Külli miqdardadırsa 5 ildən 10 ilə qədərdir. Xüsusilə külli miqdarda olarsa 10 ildən 14 ilə qədər həmin şəxslər cinayət üzrə cəza çəkə bilərlər cinayət məcəlləsinə əsasən. Vətəndaşlar hamısı birdən müraciət eləsələr vəkilə və məhkəməyə, onların işi daha tezmi, daha ciddiyə mi alınır? Necə olur bu?
Əslində eyni qaydada gedir. Yəni iddiaçıların saylarından asılı olmayaraq iş birgə icraatda birləşdirilir və iş eyni prosedur qaydalarına uyğun olaraq müddətlər təbii ki uzana bilər, ekspertiza keçirilə bilər. Hər hansı bir dayandırma halları olarsa məhkəmə tərəfindən müəyyən səbəblərdən təbii ki uzana bilər, amma dediyim kimi, yəni 3 instansiyalı məhkəmələri keçməlidirlər. Amma istənilən Əgər halda qarşı tərəf şikayət edərsə. İstənilən halda vətəndaşlar toplansın, müraciət eləsin, hamısı məhkəməyə versin, bir nəfər yox. Təbii ki, məhkəmənin qətnaməsinə əsasən şəxslərin mənzil və onun açarları da təhvil verilə bilər. Eyni zamanda cinayət tərkibi də şəxslərə şamil edilə bilər. Təşəkkür edirəm Esmira xanım. Çox yaxşı aydınlıq gətirdiniz bu məsələyə. Demək, mən buradan bu ünvanda Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində tikilən bu bina ilə bağlı demək istəyirəm. İndi 8-ci mikrorayon hər kəs bilir ki, orada Mirxəlil FMTK harda bina tikir. Həmin bu vətəndaşlar ki, aldadılıb, pulunuz alınıb, eviniz təhvil verilmir, 7-8 ildir siz artıq kiradasınız. Bax, hamınız bu gəlsin günə son çəksin bizi, ARB sağ olsun gəlsin bizi çəksin, biz bunu göstərək, ictimailəşdirək, ki, blogeri çağıraq, sonra gedək, nə bilim, biraz da orada TikTokda çıxaq, danışaq. Buradan, nə bilim, gedək deyək ki, Instagramda nəsə açıq, göstərək, nə bilim, neyini. Bunların hamısını qoyun bir tərəfə. Biz indi bunu işıqlandırdıq, göstərdik, televiziyanın ciddiyyəti tamam başqadır. Başqa yerlərə müraciət eləməyin. Biz göstərdik, yığışırsınız hamınız. Bir nəfər kimi tutursunuz bir vəkil, daşdan keçən vəkil və həmin o vəkilə öz işlərinizi həvalə eləyirsiniz. Ərizələrinizi yazırsınız və gedirsiniz, belə gözəl-gözəl, sevinə-sevinə gedirsiniz məhkəməyə. Çünki sizin məsələnizin həlli yalnız məhkəmə yolu ilə olacaq. Bu insanlar 7 ildir sizi aldadırsa, onlar hələ bir 17 ildə allada bilər. Siz pulunuzdan keçmisiniz, pul cibinizi değişirdi. Və bir də buradan çağırış eləmək istəyirəm. Heç kim katlavandan, ay nə bilim özüldən, gəlin, burada daha ucuzdur, 2 manat 50 qəpikdir kvadratı. Getməyin, qardaş. Sonra bu MTK-ların əlindən qutara bilmirsiniz. Heç kim qutara bilmir. Mən çox ciddi şirkətlər, illərlə özünü doğruldan şirkətlər var ki, hər kəs bilir ki, bax, hə, bu şirkət tikir, təhvil verir vaxtında insanları incitmədən. Yerdən göbələk kimi bu şirkətlər çıxırlar. Gedirsiniz ona öz o alın təri ilə qazandığınız pullarınızı verirsiniz ona ki, qardaş, al, ye. Ye də bu pulu da, mən özüm yeyə bilmirəm bu pulu. Sonra da gəlsiniz şirkətin dalaca düşürsünüz. Almayın katlavandan, qardaş. 5 manat artıq alın, amma hazırını alın. 3 otaq almayın, 2 otaq alın, 3-ə çevirin. Amma ki, katlavandan almayın, amandır. Yəni, şəhərin yarısı, ev, bina, problemi yaşayan insanlar əksəriyyəti bax bundan, bu məsələ ilə, bu problemlə üz-üzə gəlir. 050-229-1949 qaynar xəttimiz. Davam edirik. Beləliklə. Binəqədi rayonu 7-ci mikrorayon Süleyman Sani Axundov 3/33. Orada 5 mərtəbəli bina var. 5 mərtəbəli binanın zirzəmisi daim su ilə dolur və o suyu gah iri şəhərlər gəlir, nasosla çıxardır, gah orada icra hakimiyyəti əl atır, gah da ki, sakinlər özləri pul yığırlar, məsələni həll edirlər. Üfunət də ki, aləmi bürüyür. Aynurə Məmmədova danışsın. Binəqədi rayonu 7-ci mikrorayon Süleyman Sani Axundov küçəsindəyik. 6 bloklu 5 mərtəbəli binanın zirzəmisinə su dolur. 15 ildir ki, vəziyyət belə davam edir. Sakinlərin dediyinə görə bu tullantı suyudur. Vəziyyət zirzəmidə çox acınacaqlıdır. Sizə zirzəmini göstərəcək, amma sağlamlığımızı qorumaq üçün məcburuq ki, maskadan istifadə edək. İndi düşürük aşağı zirzəmiyə. Pis qoxudan heç bloka yaxınlaşmaq olmur, nəinki bu zirzəmiyə düşmək. Ağca qanat, milçəklər burada doludur. Baxın, vəziyyətə baxın. Burada 50-dən çox ailə yaşayır. 15-17 ilə yaxındır. Bunun zirzəmisi daim su ilə dolur, boşalır. Özümüz tuturuq, kasını, gəlirlər təmizləyirlər. Azərsu da hərdən gəlir təmizləyir. Başlı bedən yarısına kimi sudur.
Sonuncu dəfə nə vaxt gəlib təmizləyiblər? Hardasa 3-4 ay bundan qabaq. Nəfəs almaq olmur. Ağcaqanad evimizə qədər girir, gecə yata bilmirik. Elə vaxt olur ki, divarda o qədər ağcaqanad olur ki, 10 minlərlə. Binanın bir neçə blokunun qarşısındakı vəziyyət bu cürdür. Asfalt artıq çökür. Baxın, ayağımla da vururam, hiss eləyirəm ki, necə yumşaqdır. Acınacaqlısı isə odur ki, burada eyvanın sütunu yerləşir, bu eyvanı saxlayır və bu sütunun altı çökür. Təsəvvür eləyin ki, burada hər an bir faciə yaşana bilər, eyvan dağıla bilər. Çox dəhşəti. Körpə uşağı olanlar var, yazıqlar eşiyə çıxa bilmir. Azərsu idarəsi idi. İcra hakimiyyətinə müraciət eləmişik. Dedilər ki, güya ki, bu kollektor xətti yenilənəcək. Yəni özləri də gəldilər, etiraf elədilər ki, bu kollektor xəttinin artıq gücü çatmır. Səbəblərdən biri budur ki, qarşımızda bu görsənən 16 mərtəbəli bina 200 mənzildən ibarətdir. Amma bu kollektor xətti cəmsi nəzərdə tutulmuşdu 168 mənzil üçün. İndi hələ havalar çox isti deyil, burada üfunətdən dayanmaq olmur. Təsəvvür eləyin ki, yayda burada vəziyyət necə olur. Sakinlər dəfələrlə aidiyyatı qurumlara şikayət ediblər. Ümid edirlər ki, nə vaxtsa bu problem düzələr. Aynurə Məmmədova, Feyruz Rasimoğlu, Günə Son üçün. Bəli, bu o materiallardandır ki, bizim əməkdaşlarımız çəkilişə ya həm əlcək götürür, o şəffaf tip əlcəklərini, həm də ki, maska götürürlər özləri ilə, bilirlər ki, nəfəs almaq olmayacaq və əşyalara toxunmaq üçün, nəyisə əllə götürüb göstərmək üçün tip əlcəyi də öz üstlərində götürürlər ki, ən azından hər hansı bir infeksiya keçməsin. Bizim əməkdaş bunu düşünür, o cür rəftar eləməlidir. Amma orada yaşayanlar ömür boyu maska ilə və yaxud da ki, əlcək ilə yaşaya bilməzlər ki, onlar bax bu şəraitdə yaşayırlar. Hələ yayda öyrə, oraya elə üfunətdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Ceyhun Musaoğlu bu məsələni şərh edib bizim üçün. Həmin binaların su təchizatı funksionallığına görə MTQ idarəçiliyinə xas üsulla idarə olunur. Sakinlərə suyun təchizatını həyata keçirən kooperativ kimi təqdim olunan binanın cavabdeh şəxsi yaxud yaradılan daxili qurumdur. Belə vəziyyətdə xidmət göstərmək onların öhdəliyidir. Buna baxmayaraq qəza xidməti həmin əraziyə briqada göndərəcək və suyun zirzəmidən təmizlənməsi məqsədi ilə nasos quraşdırılacaq. Bəli, bu Ceyhun Musaoğlu'nun açıqlaması idi. Bundan bağlı demək Binəqədi rayon icra hakimiyyətindən də deyirlər ki, problemin həlli məqsədi ilə tapşırıqlar verilib, məsələ səlahiyyətli şəxslərin nəzarəti altındadır. Demək, bunu Binəqədi rayon icra hakimiyyəti öz nəzarətinə götürüb və tapşırıq verilib, mən belə başa düşürəm. Binəqədiyə yeri gəlmişkən təşəkkürlər ki, növbəti açıqlamanı heç olmasa şifahi bizə göndərmişsiniz. Amma burada məsələ nədir? Bura yenə də MTK-nın tikdiyi binadır. Bura əgər Sovetdən qalmış Xruşovka deyək və yaxud da ki, başqa bir bina olsaydı, deyərdim ki, orada da hər şey çürüyüb da, neynəsin da, yeri şəhərlər hər dəfə gəlsin, bu məsələni həll eləsin. Necə olur belə? Bu məsələdə demək, köhnə heç nə yoxdur, MTK tikdiyi binadır, hələ istismar müddəti bitməyib, amma binanın zirzəmisi bütün sudur. Əgər orada qrunt suları qalxırsa, demək, orada daim nasıl işləməlidir ki, qupquru olsun. Yox, qrunt suları deyilsə, orada infrastruktur problemidirsə, borular çatlayıbsa, axırsa, kanalizasiya suları, ehtimal ki, orada borulardan su axır, çünki üfunət orada aləmi götürüb. Orada da artıq təmir işlər getməlidir, MTK-nın işidir. Buna baxmayaraq, iri şəhərlər gəlir, orada yenə də demək, məsələni həll eləməyə çalışır. İndi bilmirəm, bu binanı tikən MTK hələ də çöküb orada oturub, yoxsa oturmuyub, bax bunu bilmirəm. Amma MTK orada çöküb oturubsa, MTK-dan cavabdehlik gözləyəcəksiniz, məsuliyyəti ondan istəyəcəksiniz, bina sakinləri deyəcəksiniz, gəl, necə burada oturmuşsan, idarəçiliyi götürmüşsən boyuna, elə də gəl, bax, buranı təmizlə. Yox, əgər MTK idarəçiliyi boyuna götürmüyor, MTK ümumiyyətlə orada yoxdursa, çıxıbsa, sağ olsun, Allah ona razı olsun, nə edirsiniz, gedirsiniz, bu binanın bir kondominium kimi qeydiyyatdan keçirirsiniz Ədliyyə Nazirliyində və daha sonra binanın idarəçiliyini öz boynunuza götürürsünüz və harada nə axdı, nə əyildi, nə sındı, nə elədi, hamısını bu məsələləri
özünüz həll eləyirsiniz. Yəni artıq heç kimə müraciət eləmirsiniz. Təbii ki, bir nəfər, bir-iki nəfər də götürürsünüz ki, bu işlərin dalınca getsin. Beləliklə 050-229-1949-dur qaynar xəttimiz, davam edirik. Zığ şosesinə gedirik. Zığ şosesi 77/1 və ya Zığ Beynəlxalq Hava Limanı avtomobil yolunun 5-ci kilometrliyində Qala kəndinə gedən yol sıradan çıxıb. Görünür, bu yağıntılardan olub ya nəyəsə görə, amma orada tullantı suyu da axır və yol keçilməz hala gəlib, çirkab suları da axır. Elə sakinlər də Suraxanı rayon icra hakimiyyətinə, bələdiyyə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də müraciət ediblər ki, mən bilən burada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aidiyyatı yoxdur, çünki qəsəbə daxili yoldur, Ləman Quliyeva danışır. Yolumuz düzəlsin ki, heç olmasa həftədə bir dəfə getməyə, ayda bir dəfə gedək üstüyə. Hər də orada maşın keçəndə maşının altı dəyir. Suraxanı rayonu Zığ şosesi 77/1 ünvanında Binə Südçülük Savxozuna gedən yoldayıq. Ərazidə yaşayan sakinlər yol infrastrukturunun yararsız vəziyyətdə olmasından şikayətlənir. Onların sözlərinə görə yaxınlıqda yerləşən tullantı su şəbəkəsinin sıradan çıxması nəticəsində çirkab suları yollara axır və üstəlik yağış yağdıqda isə bura keçilməz vəziyyətdə olur. Yoldan istifadə edən nəqliyyatlara isə ciddi ziyan dəyir. Binaların kanalizasiyadır, gəlib dolur ora, oradan aşıb tökülüb buraxılır. Yağış da çox müşahidə eləyir çirkab sularda. Elə gün olur ki, 2 dəfə məcburiyyət qarşısında bu yoldan istifadə edirik. Gedib Türkiyənin quruğundan fırlanıb qayıdıb gəlirik. O da bizə hər gün təxminən bir 30 kilometr artıq məsafə qət eləməkdir. Bir həftə bundan qabaq maşınımın peredoxun yığdırmaq üçün 1300 manat xərc çəkmişəm. Dəfələrlə buranın sakini olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət eləmişik. Onlar da dırnaq arası baxdılar. Gah bizi yönləndiriblər Zığ şöbəsinə. Ora getmişik, onlar deyib ki, biz bura baxmırıq, bizi göndəriblər Dübəndiyə. Dübəndən də gəliblər. 10 dəqiqə baxıblar, nəzərə aldıq, bir dənə bir traktor gətiriblər. Belə gedib, yenə həmin şeydir. Yağış yağanda yox, yağış yağmayanda da belə olur. Sözügedən ünvanın yaxınlığında yerləşən və nəqliyyatın sıx istifadə edildiyi körpünün vəziyyəti də acınacaqlı vəziyyətdədir. Körpü tamamilə palçıq içərisindədir və hərəkət edən nəqliyyat çətinliklə oradan keçmək məcburiyyətində qalır. Palçıqdır, püskünü, bərbad vəziyyətdədir, valla. Uşaq aparıb gətirəm məktəbə da. Elə olur ki, burada mən keçəmirəm. Qabaq yağış yağdı, güclü yağış. Orada mən maşın 2 gün qaldı burada. Çağırdanmadıq. Yollar palçıqdır, bu yolu keçməkdə çətinlik yaradır. Çətinlik elə maşına ziyanlıq verir deyə yaradır da. O da əlavə rasxoda səbəb olur. Bir dəfə şəhərə gedib gələndə maşını yudurtmaq, bu detallar da məlum məsələdir. Heç olmasa 5 gündən bir, 6 gündən bir biz ustada oluruq. Sakinlərin sözlərinə görə problemlə bağlı dəfələrlə Suraxanı rayon icra hakimiyyətinə, bələdiyyəyə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etsələr də heç bir nəticə verməyib. Ləman Quliyeva, Röyal Muğanoğlu, Günəs 13-ün. Burada bir maşın var idi. İndi onun görüntüsünü istəyirəm. Bu kimdir bu? Hansı qurumdur? Çəkiliş qrupumuzu görən kimi bax belə. Maşının qapısı da açıqdır. Qaçdı. Niyə getdi bu maşın? Hansı qurumun maşını idi? Və yaxud niyə gəlmişdi qurum maşını deyilsə? Əsas odur ki, kameranı və müxbirimizi görən kimi belə çıxdı, getdi. İndi bu sakinlər deyirlər ki, burada deyir binalar tikiləndən sonra deyir kanalizasiya suları belə aşıb daşmağa başladı. Necə olur ki, binanın tikintisinə icazə verilir, amma onun o binaya hansı ölçüdə
kanalizasiya xətti xidmət eləməlidir və yaxud da ki, bu kanalizasiya sisteminin həmin o boruların aşıb daşmaması üçün, yola axmaması üçün hesablamalar aparılmır və nəticədə yolun ortası bax belə çirkab suları ilə dolur. Ona görə hər dəfə deyirik də ki, binalar tikiləndən sonra bir çox infrastruktur sıradan çıxdı. Demək, ərazidə monitorinq aparılıb. Bu monitorinq barədə də Ceyhun Musaoğlu iri şəhərlərdən danışır. Qeyd olunan ünvanda yeni tullantı su şəbəkəsinin çəkilməsi istiqamətində layihənin əsas mərhələsi tamamlanıb. Lakin istismar qaydalarına uyğun olaraq layihənin mövcud mərhələsinə başlanılmadan öncə sakinlər tikintisi bitməyən şəbəkəyə qeyri-qanuni qoşulmalar həyata keçiriblər. Çıxış olmayan yarımçıq xətt olur və daşaraq küçəyə axır. Ötən gün rayon su kanal idarəsi tərəfindən həmin xətt təmizlənib. Lakin xəttin çıxışı olmadığından belə hallar tez-tez baş verə bilir. Məsələnin köklü həlli ilə bağlı müvafiq rayon su kanal idarəsi ərazisində monitorinqlər aparıb və müxtəlif müraciətlər ünvanlayıb. Məsələ rayon su kanal idarəsinin diqqətindədir. Lazımi tədbirlər görüləcək. Bəli. Demək, burada məsələ başqadır. Binanın kanalizasiya axıntıları, bu çirkab suları nəzərə alınmır deyil. Burada sadəcə olaraq təzə kanalizasiyanı iri şəhərlərin Birləşmiş Su Təchizatı xidməti gəlib çəkib, hələ çıxışını verməyib, çünki tam olaraq iş bitməyib, çıxışını verməyib, sakin də gəlir neyinir, götürür, həmin o xəttə qoşulur. Sakin mi qoşulur, binalar mı qoşulur? Bax, bu biraz tam olaraq bilmirik, amma vətəndaşlar gəlir öz başına dövlətin bu hələlik bitməmiş, hələlik yekunlaşmamış kanalizasiya xəttinə qoşulur, o da ki, daşır da, bax belə. İndi ora neyək, nətər eləyək? Kim o kanalizasiya yarımçığın üstündə dursun ki, qardaş, bura hələ qoşulmayın, bunun işi bitməyib. İri şəhərlərin də dərdi var, problemi. Yəni, gah götürürlər, iri şeylər atırlar, kanalizasiya tutulur, gözü, get 2də bir gəl bu xətti boşalt, təmizlə, gah bax beləçinə hazır olmayan kanalizasiya xəttinə vətəndaş qoşulur, gəl onu təmizlə, yol tutulsun belə. Məsələ ilə bağlı Suraxanı rayon icra hakimiyyətinə də müraciət elədik. Qurumdan deyiblər ki, sözü gedən ünvanda asfaltlama və kanalizasiya xətlərinin çəkilişi işləri gələcəkdə mərhələli şəkildə və plana uyğun ardıcıllıqla həyata keçiriləcək. Bu standart açıqlamalar, bax, Ceyhun Musaoğlu'nun açıqlaması nəyə görə məsələyə aydınlıq gətirdi? Çünki sırf bu məsələyə aid konkret situasiyanı şərh elədi və dedi ki, bax, məsələ budur, buna görə də bu problem yaranıb. Və biz də bu məsələni həll eləməyə hazırıq, nəzarətdədir. Amma icra hakimiyyəti bizə göndərir ki, bu mərhələli şəkildə həll olunacaq. Nə deməkdir bu? Problemi heç ümumiyyətlə demirsiniz ki, problem nədən qaynaqlanır? Ceyhun Musaoğlu danışmasaydı, ümumiyyətlə bilməyəcəkdik ki, problem nədən qaynaqlanır. Və təbii ki, Avtomobil Yolları Dövlət Agentliyi də deyir ki, bu ümumiyyətlə bizə aid deyil. Təbii ki, aid deyil, çünki qəsəbə daxili yollardır. 050-229-1949 qaynar xəttimizdə xatırladım, yazın. Bizim əməkdaşımız, redaktorumuz Hürri Əliyeva Zaqatala rayonuna getmişdi. Oradan da çəkilişlərlə qayıdıb, materiallarla qayıdılıb. Zaqatala rayonunun Bazar kəndində vətəndaş deyir ki, bizim deyir kəndimizdə qaz yoxdur. Yaxşı, indi heç yerdə qaz yoxdursa, dahi bizim də qazımız olmasın, palaza bürünək, elinə sürünək. Amma məsələ burasındadır ki, bazarın içindən qaz xətti keçir, hər yerə gedir, ətrafda qaz var. Bazar kəndinin içindən də keçir bu xətt. Amma Bazar kəndinin sakinləri, vətəndaşlar qazdan öz nəsiblərini almayıblar. Hürri Əliyeva danışır. Zaqatala rayonunun Bazar kəndindəyik. Bu kənddə 300 mənzil var. Burada yaşayan sakinlərin şikayəti qazın olmamasındandır. Dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, amma hələ ki onların şikayətinə cavab verən tapılmayıb. Maraqlısı odur ki, kəndin yaxınlığında hər iki tərəfində digər kəndlər yerləşir ki, bu kəndlərdə qaz var. Təkcə Bazar kəndindən başqa. Zaqatala və Balakənə gedən qaz kəməri bizim kəndimizin içindən keçir. Bizim torpağımızdan keçir. Bizdən aşağıda olan 15 minlik əhalisi olan kəndlərə, 10 minlik, yuxarımızda olan 10 min Muxaq kəndinə, şərq tərəfimizdə olan Tala kəndlərinə hamısı qazlaşıbdır. Fındıq görürük, nə bilim, ağac meyvələri görürük. Elə də ayıtlayandan olur bir təhər dolanır. Çətinlikdir.
Qaz olsa yaxşı olar. Kimsə qazı çəksinlər də. Evləri odunla, fındıq qabığı ilə, sulxa ilə, o da od qiymətinə qalxıbdır. Baxmayaraq yaxında meşəmiz var, 300-ə 350 odun alırlar. Zakatala zonası da bilirsiniz ki, başqa zonalardan fərqli olaraq soyuq zonadır. Bu müddətdə demək olar ki, 3-4 ay bəlkə peş yanmır, ocaq yanmır. Yaxşı, bu da bir təhərə evləri isitmək, bəs yay boyu yeməkləri, içməkləri hansı yollandır? O da yenə odunla. Odun gətirə bilmirik, daşqadan gətirir yazıq kişi. O da daha xəstədir, gətirə bilmirik. Çox çətinlik deyəndə dəhşət. Qaz deyib, elə yerlər var, dağın təpəsində otururlar, qaz var. Bizim böyrümüzdən durba gedir, qaz yoxdur. Bəli, indi bu məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyinin sözçüsü Eldəniz Vəliyev də danışacaq və məsələ nədən ibarətdir deyəcək. Zaqatala rayonunun Bazar kəndinin qazlaşmasına Azəriqaz İstehsalat Birliyinin maliyyə imkanlarından asılı olaraq növbəti mərhələlərdə baxıla bilər. Və məlumat üçün deyim ki, Zaqatala rayonunun abonent sayına görə qazlaşma səviyyəsi 78% təşkil edir. Aydın məsələdir. İndi bu 78%-in Zaqatala rayonunun Bazar kəndinə aidiyyatı olmadı. 78% qazlaşıb. İndi mən bunu nəyə görə deyirəm? Çünki sakinlər deyir ki, bizim deyir kənddən qaz xətti keçir. Yəni keçirsə demək kəndin içinə də qaz çəkmək mümkündür. Yəni kənardan gətirilmir ki, bu o qədər də maliyyə mən bilən tələb eləmir. Artıq xətt gəlib çatıb və başqa yerə də oradan keçir gedir. Bir dənə bu Bazar kəndinin sakinləri qalıblar qazsız. Ən acınacaqlı isə odur ki, qazsız qalıblar və meşələr qırılır. O qədər də böyük yaşıllıq massivlərimiz yoxdur da bizim. Xaçmazdan danışacaq. Xaçmaz rayonunda Qudyal çayı üzərindəki avtomobil körpüsü qəzalı vəziyyətə düşüb. Xaspalodaba kəndi ərazisindəki körpünün sel sularının təsiri nəticəsində qəzalı vəziyyətə düşməsi səbəbindən ona yaxın kəndin rayon mərkəzi ilə əlaqəsi çətinləşib. Bu yaşayış məntəqələrinin sakinləri rayon mərkəzinə getmək üçün alternativ yollardan istifadə edir. Qudyal çayda suyun səviyyəsinin qalxması Xaspalodoba kəndində çay kənarında yerləşən bir neçə yaşayış evi üçün ciddi təhlükə yaradıb. Rayon İcra Hakimiyyətinin nümayəndələri və Xaçmaz rayon Fövqəladə Hallar Komissiyası əraziyə baxış keçirib. Vəziyyət yerində qiymətləndirildikdən sonra fəsadların aradan qaldırılması üçün müvafiq addımlar atılacaq. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarə Etmə Mərkəzi sürücü və piyadalara müraciət edib. Qurumdan bildirilir ki, paytaxt yollarında bəzi sürücü və piyadaların qaydalara əməl etməməsi piyadaların iştirakı ilə yol nəqliyyat hadisələri ilə nəticələnir. Bu cür qəzaların baş verməməsi üçün hər kəs üzərinə düşən məsuliyyəti dərk etməli və qaydalara əməl etməlidir. Bununla bağlı açıqlamanı və xəbərdarlığı izləyək. Paytaxt yollarında müxtəlif vaxtlarda bəzi sürücü və piyadaların qaydalara əməl etməməsi, diqqətli olmaması səbəbindən piyadaların iştirakı ilə yol nəqliyyat hadisələri baş verir. Bu cür qəzalar əksər hallarda xəsarət və ya ölümlə nəticələnir. Təbii ki, aparılan maarifləndirmə və praktiki tədbirlər öz nəticəsini verir və bu qəzaların sayında azalma var. Ancaq buna baxmayaraq, yollarda həyatlarına laqeyd yanaşan bəzi piyadalar hələ də keçidlərdən istifadə etmirlər, nizamlayıcının tələblərinə diqqət yetirmirlər. Digər bir məqam sürücülərlə bağlıdır. Müşahidələr onu deməyə əsas verir ki, bəzən piyadalar keçidlərdə dəqiqələrlə gözləmək məcburiyyətində qalırlar və yaxud da bir sıra sürücülər keçidlərdən keçən piyadalara yol vermirlər. Bu cür qəzaların baş verməməsi üçün hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməli və qaydalara əməl etməliyik. Sürücülər piyada keçidlərinə yaxınlaşdıqda sürəti azaltmalı və piyadalara yol verməlidir. Piyadalar isə piyada keçidlərindən keçməli, nizamlayıcının tələblərinə diqqət yetirməli və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra keçməlidirlər. Bugünün yaxşı xəbəri ondan ibarətdir ki, Bakıda xarici universitetlərin sərgisi keçirib. 54 ölkədən ali təhsil müəssisələri iştirak edib və onlardan biri də Türkiyənin tanınmış Üsküdar Universiteti olub.
Müxtəlif ölkələri təmsil edən ali təhsil müəssisələrini bir araya gətirən sərgidə Azərbaycanda da məşhur olan Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından biri Üsküdar Universiteti də iştirak edirdi. Qeyd edək ki, hazırda Türkiyədə təhsil alan 25 min nəfərə yaxın Azərbaycanlı tələbənin bir hissəsi Üsküdar Universitetində oxuyur. Üniversite eğitimi görmek isteyen kardeşlerimizle tanışmak, hem onların kariyer planlarında yardımcı olmak için buradayız. Fuar oldukça güçlü, güzel geçiyor. Oldukça ilgililer. 25 bin civarında öğrencimiz var. Bunların 300'den daha fazlası Azerbaycanlı gençlerden oluşuyor. Hemen hemen bütün bölümlerde Azerbaycanlı öğrencilerimiz var. Ali təhsil məsələlərində Azərbaycanla əməkdaşlıq edən bu universitetdə humanitar və sosial elmlər, mühəndislik və təbiət elmləri, sağlamlıq elmləri, tibb, stomatologiya və ictimaiyyətlə əlaqələr fakültəsi fəaliyyət göstərir. Mühendislik bölümlerimiz full İngilizce eğitim vermekte. İyi bir İngilizce hazırlık okulumuz var. Dolayısıyla çok çeşitli alanlarda bilgisayar, IT, endüstri mühendisliği, biyogenetik, biyomühendislik, kimya, adli tıp, her alanda mühendislik fakültemiz oldukça kapsamlı ve çok fazla uluslararası öğrencinin olduğu bir fakülte. Eğitim alabilirler. Tədris türk və ingilis dilləri olmaqla bakalavr, magistratura və doktorantura təhsil pillələri üzrə də tələbələrin qəbullarını həyata keçirir. Səbinə Həsənova, Həsən Eltürk, Günəson üçün. Gözəllik. Bəli, ali məktəbə hazırlıq dövründə valideyn olanlar bilir ki, nə qədər pul gedir. Elə gedir, belə çay sel kimi gedir. Çünki hazırlığa adətən repetitor yanına göndəririk və yaxud da ki, dərs vəsaitləri alırıq, övladlarımız üçün gələcəyini düşünürük. Amma bunların hamısını biz reklamlardan sonra öyrənəcəyik ki, nə qədər pul gedir və bu pulu xərcləmək lazımdırmı, yoxmu? Aramızda pərdə olsa yaxşıdır, reklamlar. Bax, bu uşağın təhsilinə ətək pul tökmüşəm, deyir valideynlər. Düz də eləyir, çünki repetitor yanına gedir övladlarımız. Bu, qaçılmaz həqiqətdir. Dərs vəsaiti almaq lazımdır, gediş-gəlişi var. Ağlı başında olan övladının gələcəyini düşünən valideyn fikirləşir ki, hansı marağı var, hansı sahəyə getmək istəyir mənim balam. Ora üçün də hazırlaşdırın, balam getsin, orada oxusun. Valideynlərin ən böyük arzusudur ki, övladları ali təhsilli olsun. Bir övlad, bir köynək, bir pencək, bir şalvar daha az geyə bilər və yaxud da ki, əynində olanı daha uzun müddət geyinə bilər. Əgər maliyyə baxımından buna valideynin gücü çatmırsa ki, qarderobunu yeniləsin. Amma telefonunu yeniləməz, son model almaz və yaxud da ki, bir telefonla bir uşaq 5 il gedər gələr, amma təhsilə həmişə yatırar valideyn pulu. Çünki o, ən önəmli şey odur. Bir də övladımızın sağlamlığı. Və biz də indi danışacaq nədən? Bu pulları yatırmağa dəyərmi? Nəyə pul yatırırıq? Təhsilə istiqamətləndirəndə düzmü edirik? Bu arada reportajımız. Biz məsələn kənar bəhanələr tapmalı deyilik. Ali məktəbə qəbul təkcə biliyin deyil, həm də cibin yarışıdır. Gecə-gündüz oxuyan gənclərin arxasında bəzən ailələrin sərf etdiyi minlərlə manat durur. Kurslar, repetitorlar, əlavə dərslər. Bunlar təhsilə yatırım sayılmalıdır, yoxsa məcburi sistemin yaratdığı xərc yükü? Demək olar ki, minimum hazırlıq kurslarına gedir söhbət. 200 manat, maksimum deyək ki, 300 manat, 400 manat müqabilində övladların hazırlığını təmin edirlər. Bir fənn üzrə minimum valideyn 100 manat və ya 80 manat ödəniş ödəyir. Ümumilikdə minimum ay ərzində təxminən 400 manat, maksimum isə 800.000 manata qədər ödəniş etməlidir. Və əlbəttə, əgər 2 il hazırlıq keçirsə hər hansı bir abituriyent, nəzərə alsaq, valideynin təxminən minimum 5.000 manat, maksimum isə 20.000 manata qədər xərci çıxır. Bəs hazırda kurslarda qiymət hansı aralıqdadır? Kurslar və hazırlıq sisteminə axın edən pullardan danışanda əsas sual budur. İnsanlar bu xərci necə dəyərləndirir? Məktəblərdə dərslər 45 dəqiqədir, həm də ki, bəzi müəllimlər hazırlıqlara gəlsinlər deyə başa salmır dərsi. İndiki vaxtda yox. Çünki məktəblərdə dərs keçilmir. İndiki dövrə baxanda ən normal qiymət 50-60 olur. Amma ki, bəzi yerlərdə, məsələn, şəhər bölgələrində təbii ki də müəllimlər biraz uçuq qiymətlər, məsələn, 100-120 kimi qiymətləri
qabağımıza qoya bilirlər. İndiki dövrdə məsələn bəzi tətbiqlər, proqramlar falan çıxıb. Yəni hər sualı proqrama verirlər. Düzdür, proqram onları cavablandıra bilir, amma yenə insan faktoru mühüm rol oynayır. Uşaq bir məsələnin həllinə tutam 2-3 dəqiqə vaxt sərf edib onun cavabını tapa bilər öz yolları və versiyalarla. Amma müəllimlərdə daha doğrusu təcrübələrinə əsaslanaraq onlar o sualı bir dənə taktikayla məsələn 1 dəqiqə ərzində onu uşağa ötürə bilər də. Yəni müəllimlərə, xüsusən repetitorlara tələbat yüksək olmalıdır. Bəs təhsil mütəxəssisləri bu məsələyə necə baxır? Fərdi hazırlığın tədris sistemindəki rolu necədir? Təəssüflər olsun ki, bizdə fərdi hazırlıq adı ilə qruplarda minimum 15-20 uşaq, maksimum 30-35-ə qədər uşaq toplanılır. Hər hansı bir ixtiyarı şagird repetitor hazırlığına getmədən və öz gücünə müvafiq təhsil proqramına və ya tədris aldığı təhsil müəssisəsində maksimal nəticələr əldə edə bilir. Biz məsələn kənar bəhanələr tapmalı deyilik. Mövzuya bir də hazırlıqla birbaşa məşğul olan repetitorların baxış bucağı var. Bəziləri deyir ki, biz heç hazırlığa getməmişik, sırf özümüz hazırlaşmışıq. Yəni inandırıcı məqam var, bazası var deyə məlumatlıdır. Artıq yuxarı siniflərə keçəndə onun üçün təkrar olur. Amma heç məlumatı olmayan, bazası olmayan bir uşaq üçün bu məncə çox çətin olar. Bəlkə də mümkünsüzdür yəni. Bu gün ali məktəbə qəbul olmaq üçün çəkilən zəhmət və xərclər danılmaz həqiqətdir. Bu yalnız bal deyil, həm də əziyyət, zaman və maliyyə yüküdür. Amma uğur hekayəsi varsa, demək o yol gedilməyə dəyər. Bu materialın içində mənim xətrimə dəyən bir məqam oldu. Deyir ki, məktəblərdə deyir dərs keçirilmir. Necə olur ki, sizin övladınızla eyni vaxtda, eyni sinifdə dərs keçən, daha doğrusu oxuyan bir övlad var, bir başqa uşaq var. O yüksək balından, orta balından fərqi yoxdur. Ali məktəbi qazanır və gedir, oxuyur. Savadlıdır, oxuyandır. Amma sizin övladınız oxumur, siz deyirsiniz ki, dərs keçilmir. Dərs keçilir, çox gözəl də keçilir. Deyin, övladımız oxumur da. Bizim övladlarımızın əksəriyyəti arxaindir ki, hə, onsuz da mən 10-cu, 11-ci sinifdə gedəcəm hazırlığa, indi oxumasam da olur, 10-da, 11-də yavaş-yavaş toparlayaram. Daha da toparlamaram da, neyiniyək, qəbul olunmaram da, pulda batırıb atsın da. Həmişə oxumalıdır. Hədəfi varsa həmişə oxumalıdır. Dərsdən sonra oxumalıdır, hər dərsini oxumalıdır. İnandırım sizi ki, bizim elə kəndlərimiz var ki, orada heç repetitorun adını bilmirlər. R hərfini bilmirlər ki, geçsinlər bir repetitor tapsınlar ki, sən mənə dərs keç. Hamısı heç məktəb müəllimin evinə də getmirlər. Özləri girirlər, oxuyurlar. Dəfələrlə görmüşük də biz bunu. Bizim balalarımız deyir ki, mən repetitor yanına getməmişəm. Və özü oxuyur, özü də qəbul olunur. Demək, məktəbdə dərs keçirilir də oxumaq istəyən insan üçün. Yəni, sərhəd yoxdur da, oxuyacaq repetitor var, yoxdur. Həmin ərazidə varmı və yaxud da ki, atasının, anasının, valideynlərinin pulu varmı onu ödəməyə, repetitorun pulunu? Yoxmu? İstənilən halda oxuyacaq. Başqa bir məsələ var bu məsələnin içindəki. Həmişəmi biz ali təhsil almalıyıq? Bir çox insan ali təhsil alandan sonra gedir, məsəl üçün, maşın ustası işləyir. Və yaxud da ki, gedir dırnaqçı olur, gedir saç ustası olur və yaxud da sürücü olur. Elə hərə öz peşəsinin dalınca, istədiyi peşənin dalınca gedə bilər. Peşə məktəblərimiz möhtəşəmdir sadəcə olaraq. Bir peşə məktəblərinə baxın, görün, maddi texniki bazası necə güclüdür, necə dərslər keçirilir orada, necə stipendiyası da verilir. Hər şey edilir ki, peşə məktəbinə cəlb edilsin bizim gənclərimiz. Ona görə yəni seçimi düzgün eləməliyik biz. Havalardan danışaq. Gülşad xanım son vaxtlar bizə yaxşı xəbər vermir. Gülşad Məmmədova demək, Proqnozlar Bürosunun rəhbəridir və demək deyir ki, yenə leysan olacaq, yenə hava soyuyacaq. Ay Gülşad xanım, bir dənə də yaxşı xəbər deyin də bizə. Mayın 5-dən 6-na keçən gecə və səhər Bakıda və Abşeron yarımadasında yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı və qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı gözlənilir. Bölgələrdə də müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraitinin mayın 7-si gündərək davam edəcəyi gözlənilir. Fasilələrlə yağıntı olacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayın aşağı axınında sulluğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Yenə leysan. Bakı Gənclər Mərkəzində Epilepsiya Dairəsi adlı forum keçirilib. Tədbirdə təhsil işçiləri, pedaqoqlar, dövlət xadimləri, eyni zamanda epilepsiyadan əziyyət çəkən insanlar da iştirak edib. Əsas məqsədimiz həm epilepsiyalı şəxslərə dəstək olmaq. Burada sadəcə yetişkinlər deyil, eyni zamanda uşaqları da nəzərdə tuturuq. Eyni zamanda mütəxəssisləri,
müəllimləri, valideynləri maarifləndirmək, bununla yanaşı da ictimaiyyətin bu mövzuya qarşı olan həssaslığını daha da artırmaqdan ibarətdir. Biz eyni zamanda bu forumda epilepsiyalı şəxslərin də iştirak etməsi üçün şərait yaratmışıq. Çünki onların da həm psixoloji dəstəyə, həm də daha çox maariflənməyə ehtiyacı var və bizim məqsədimiz də onlara həm dəstək olmaqdır və həm də bu mövzunu daha da gün üzünə çıxarmaqdan ibarətdir. Zabratda yaxşı kostyum yeri bilirəm, biləsiz. Zabrat 1, Nərimanov 2C. Modaçı adlanır. Zabrat əhalisi bunu bilir. İndi loqonu da bilirsiniz. Ünvanı görürsünüz. Ünvanı da dedim. Əynimdəki bax bu kostyum modaçıya aiddir. Gedin oradan özünüz üçün qəşəng kostyumlar seçin. Çoxlu paltarlar var. Yəni şəhərə gəlməyə ehtiyac yoxdur. Zabratdan geyinə bilərsiniz. Biz də sizlə sağollaşırıq. Sabaha qədər eyni vaxtda görüşəcəyik. O vaxta qədər özünüzdən müğayət olun və bilin ki, sabah bugündən daha yaxşı olacaq. Salamat qalın.